Müğənni Afət Fərman qızı 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə aldığı qeyri-adi hədiyyəsi ilə gündəmə gəlib. Publika Az Milli Aza istinadla xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı videoda həyat yoldaşının ona maraqlı hədiyyə aldığını bildirib. Afət qeyd edib ki, həyat yoldaşı bu dəfə ona qaz hədiyyə edib. İfaçı aldığı hədiyyəni izləyicilərinə göstərmək üçün yaşadığı binanın həyətinə düşərək qazı gəzdirməyə çıxarıb və həmin anları videoya çəkərək paylaşıb. Qısa müddətdə yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi bu hədiyyəni maraqlı və fərqli hesab etsə də, digərləri müğənninin paylaşımını birmənalı qarşılamayıb. Bəzi istifadəçilər belə bir hədiyyənin qeyri-adi olduğunu qeyd edərək zarafatla yanaşıblar. Bəziləri isə buna tənqidi münasibət bildirib. Sözü gedən video qısa müddətdə sosial mediada sürətlə yayılaraq istifadəçilər arasında müxtəlif rəylərin yazılmasına səbəb olub. 8 martda mənə həyat yoldaşım qaz alıb, qaz. Qazdan tiksinirəm, ördəkdən tiksinirəm. Gəlay qaz, gəl. Qoy, qa. Gəl buraya. Bayramımız mübarək. Düz tutma, yuxarı tutma.